Ne kadar deyirsiniz? Ama 5 su- staka. Onun da sirri var da. Mesela ben bu səhər yuxudan duran 1 litr su içirəm dalbada. O 1 litri necə içirsiniz? Hə, Arif? Fasilələrlə. Yox, Mən fasiləsi. bugün fasilələrlə eləmişəm. Demək olar ki, 1 litr mən də içmişəm. Amma fasilələrlə də. Fasilələrlə dedi, biraz izləyicilərimizə tam çatmayacaq. Fasilələrlə arasında fasilə qoymursan onu. Aha. Demək, birinciyə bir xörək qaşığı tut bəhməzi, doşab deyirlər. Suya. Suya, isti suya. Bir limonun şirəsi qarışdırıram, içirəm. Qurtum-qurtum. Fasilə, yəni qurtum-qurtum. Qurtum-qurtum içəndə, birbaşa içəndə qarnına hava gedir və qarın köpür. İçənmirsən ikinci. Qurtum-qurtum içəndə hiss eləmirsən. Çünki nəfəs verir, sonra udursan. Quşlar kimi. Metodologiyasını Hə, bilirik. sonra ikinci. İkinci əlavə edirəm. Buna quş metodu Bir deyir. çay qaşığı zəncəfil tozu isti suya, bir çay qaşığı sarı kök, kurkumin tozu və 2 çay qaşığı bal. Bu nə Bu da metodu? qurtum-qurtum getdi, deyəcəm qulağa. Üçüncüyə əlavə eləyirəm bir çay qaşığı, demək, katan toxumu, bir çay qaşığı çiya toxumu, İçmək olar. dördüncüyə də tökürəm bir xörək qaşığı alma sirkəsi, Hə, onu eləmişəm. xüsusi hazırlanmış Mən də onu ev eləmişəm. şəraitində. Eləyirəm də Və çox təbii yaxşıdır. ki, Hə, onu mən də. ya əlavə eləyirəm ora məhkə gülü, ya da əlavə eləyirəm yenə də bal. Hə, Qəbul mən eləyirəm. də istifadə edirəm. Bir də ki, təbii ki, orada istifadə eləyirəm. Görürüm, yadıma sala biləcəmmi? Yenə də bir toxum. Yəni, stolun üstə qoymuşam. Və əlavə olaraq bir ovuc balqabaq tumunu suyun altına tuturam və yeyirəm. Orada sink var. Sink. Bunlardan nə qədər sonra yemək yemək lazımdır doktor? Danışın doktor. Doydu da. Onlardan sonra mən məsələn bu səhər onlardan sonra yeməyə də bilərsən. Yesən də bir dənə kət yumurtası soyutma 22 saniyə qaynamış.